Axşamınız xeyir, gecəniz xeyir deyim bilmirəm. Artıq gecdir. Bizim vaxtdan demək olar ki, saat 2-nin yarısıdır. Mən bu videonu çəkməyə məcbur olmuşam. Daha necə deyirlər, bacarmıram özümdən. Yəni belə bacarmıram ki, artıq susmağa bacarmıram. Mən bu TikToka zada baxan deyiləm, nə də mən bloger deyiləm. Bu kontenti də yaradıram ona görə ki, bu cəmaatı bir balaca necə deyərlər, başa düşməməzliyə salırlar da, başa salırlar, belə deyək. Bəzi şeyləri bilmək yaxşı şeydir və yaxud öyrənmək pis deyil. İndi mən sözlərimdə biraz belə deyək ki, fikir var da söyləmək üçün. Çünki artıq yetər də, bəsdir. Bu qədər olmaz. Mən bu sözlərimi deməkdə kimisə təqsirləndirmək istəmirəm. Kimisə nə bilim xətrinə dəymək istəmirəm. Kiməsə nəsə başqa bir fikirlə demirəm. Mən olan şeyi deyirəm. Hamıdan da xahiş edirəm kim bu video baxırsa, istəyər like vurar, istəyər vurmaz. Yəni ki, məcbur burada heç şey yoxdur. Mən bura like üçün oturmamışam. Bunu da çəkilişi də eləyirəm. Ancaq bir fikrimlə ki, yəni bəzi qardaşlara, bəzi xanımlara, bacılara, nə bilim, başa salım ki, yəni hər şey siz düşündüyünüz kimi pis deyil. Yəni acınacaqlı deyil. O gənclərə əlal xüsus da bu üzümü tutub deyirəm ki, qaqaşlar, xanımlar, o giz video blogerlər da video çəkib buraxırlar, onlara baxmağa dəyməz. Yəni mənasız bir şeydir. Mən bunu dediyim sözlərə də cavab verə bilərəm. Kim də istəyir yaza bilər, mən onun sualına cavab verə bilərəm. Yəni çərçivə içində də bu artıq hərəkətlə, artıq orada başqa şeyləri, yəni nə sual varsa mən verə bilərəm o cavab. Bunu da çəkməkdə fikrim odur ki, bu cəmaatı bizim bəzi blogerlərimiz, bəzi bloger, o çərçivə, kavычkada rus demişəm. Mən Rusiyada biraz çox yaşamışam. Bəzi sözləri dəqiq Azərbaycanca, amma mənə elə gəlir ki, fikrimi çatdıracam da sizə. Deməli, mən nəyə görə bunu çəkiliş edirəm? Mən ona görə çəkiliş edirəm ki, ay mənim millətim, ay blogerlər, ay bəzi bloger istəyirlər olsunlar, onlara üstün deyirəm. Xahiş edirəm, bizim Azərbaycan vətəndaşlarına artıq əksik, pisikdirməyin. Onsuz da o xalqın nəsə bir, necə deyim, bir gələcəkli bir cavanlar, daha doğrusu gələcəkli bir şey görünmür də. Yəni bunun nə olacaq, nə olmayacaq axırı, bunu bir Allah bilir, bir də ki biz yerdəki bəndələr çalışır o Allahın dediyindən biz də rəayət eləyək, yaşayışımızı yaşayaq. Allah hamımızın canını sağ eləsin. Yaxşı blogerlərsiniz, yaxşı işlərdə işləyirsiniz, nə bilim, kontentlər çəkirsiniz, çəkilişlər eləyirsiniz, başa salırsınız, maaş belə, filan belə. Əla, gözəl, qəşəng, tərifli, necə lazımdır. Amma bir sual var və bir fikir var. Xahiş edirəm bunu bilməyən də bilsin, bilənlər də özlərində bunu bir ağıllarında, başlarında, o kafanlarında bir balaca anlayış gətirsinlər. Hər kəsi incidib, hər kəsə qəlbini sındırmaq lazım deyil. Siz bəzi vaxtlar görürəm də bu blogerlər var ki, hansı ki Avropada işləyirlər. Nə gəldi çəkirlər də, bir dənə ştativdir, nədir bu dəqiqə, 20-30 evrodur, verdim, dərən qaldım, başladım əlində çəkir. Özür nə gəldi danışırlar. Yəni bilirəm, sadəlik gözəl şeydir, qiymətləndirirəm. Amma mənalı bir şeylə də, mənalı. Çox bir ölkələrdə, indi adlarını sanamaq istəmirəm, hansı ölkələrdə, kimlər daha doğrusu, amma ölkələrini deyəcəm. Yəni çoxluq harda da mən görürəm də, hara axım var, orada da söhbətlər gedir. Bilmirəm niyə görə gedir, amma gedir.
Belə də eləmək lazım deyil. Bu mənasız bir şeydir. Yəni ki, düzgün hərəkət deyil. Vallahi düzgün hərəkət deyil. Bəlkə də indi siz də o indi sanayacağım o blogerlər də baxacaqlar da, bunun gec tezi var indi. Bir həftə, 10 gün, 15 gün. Amma demək istəyirəm ki, cəmaatımızı pisişdirməyin. Heç kəsi də fikrindən yayındırmayın. Özünüz işləyirsiniz, şükür Allaha, 3 manat, 2 manat, 5 manat qazanırsınız. Min şükür ediyor. Ağzınıza gələni danışmayın. Ay Avropa belədir, ay Avropa elədir, ay filan. Əsas da fikrim, mən çatdırmaq istəyirəm o blogerlərə ki, hansı ki dil barəsində danışır. Bilirsiniz, bu dil düz deyil, dil var, ilanı yuvasından çıxardar. O dildən deyil, yox. Bu dil bilməkdəndir. Yəni dili bilmək və bilməmək. Mən belə demək istəyirəm, bu çox vaxtlar baxıram da, Şvetsiyadan, yəni İsveçdən, Germaniyadan, Almaniyadan, canım desə, Fransadan, nə bilim, İspaniyadan var da, bəzi yerlər var. Çox sayaram, o misallar çoxdur. Amma indi o kimlər ki fəal belə iştirak edirlər, bilmirəm nəyə görə. Ya kiməsə özlərini göstərirlər, ya nəsə də, nə bilim, belə deyim, demirəm gözləri götürmür, yox. Ancaq ki, nəyə görəsə də, nə fikrə görəsə o dinə qulluq eləyirlər, başını çıxmır. Hamısı da birinci çıxışları belədir də. Dil bilmək lazımdır, dil bilməsən Avropaya gəlmə. Mənim ortaya sual çıxır. Niyə? Mən özüm heç bir dili bilmirəm. Yəni, belə daha doğrusu desəm ki, bildiyim Azərbaycan dilidir, qəşəng də, belə deyək də, lazımı qədər. Rus dilidir, bir də ingilis dilidir. İndi sual ortaya çıxır ki, bu bloger çıxışda, blogerdir, bilmirəm fəhlədir, yoxsa bloger olmaq istəyir, nə isə də bilmirəm kimdir. Allah canını sağ eləsin, Allah işini avand eləsin. Amma onun bir dənə yox, bir neçə çıxışlarında görürəm bu alman dilini öyrənmək üçün Ausbildnerdir, nədir bu, belə bir şey var. Yəni dil öyrənmək və imtahan verməkdir, Ausbildner. Xahiş edirəm, hamınız dil bilin, gəlin, dil bilməsəz gəlməyin, Avropada avara qalacaqsınız. Nə bilim, o birisi deyir ki, bir xanım gəldi Almaniyada, nə bilim, qaldı çöllərdə, Ausbildner verdi, sonra iş tapa bilmədi, işləyə bilmədi. O birisi deyir ki, nə bilim, filan şey belə oldu, bəs məkən, yəni bu dil belə. Qardaşlar, siz niyə belə danışırsınız? Yəni dil nə olan şeydir? Dildə nə bariyer var, nə bir embardon var beləncə ki, o dili örtmək, o dili keçmək olmur. Siz yəqin təzə gəlmişsiniz də bu Avropaya. Ümumiyyətlə Azərbaycandan ən uzağı mənə elə gəlir ki, 5 il var, 10 il var çıxmışam. Mən 32 ildir, 35 ildir immiqrasiyalarda yaşayıram. Yəni qəşəng də yaşayıram, şükür Allaha. Siz isə 5 ildir, 10 ildir gəlmişsiniz, özünüzdən elə şeylər uydurursunuz ki, baxıram, mən nə bilim, vallahi heç bilmirəm necə deyim, nətər deyim ki, sizə də bir aydınlıq gəlsin. Dil bilmirsən, gəlmə. Niyə gəlməsin? Bəlkə bu adam iş tapıb, dil bilmir. O iş də onu dilsiz qəbul edir. Sən deyirsən, yo, dil bilmə, bilmirsən, gəlmə. Niyə gəlməsin? Nədə onu saxlayam? Yəni, sizin xoşunuz gəlir ki, 5 il bundan qabaq sən özün nə tikintidə, nə bilim, qeyri-adi bir işdə iş tapa bilmirdin. Bir təhər gəldin, çıxdın Almaniya. İndi də cəmaata deyirsən ki, yəni də bu cavanlara deyirsən ki, yox, dil bilmirsən, gəlmə, burada heç nə olmayacaq, iş tapılmayacaq. Kim sənə deyir? Hardan sən bunu bilirsən? Sən kimsən? Sən menecersən, sən dilşünassan. Dilşünassansa oturaydın Azərbaycanda, gedib elə Alman dilində, Şved dilində, nə bilim, İngilis dilində danışıb bir kampaniyada, bir firmada işləyərdin. Qardaş, olardı onu səndə orada bir mütəxəssis, elə bir 1500-2000 alacaqdın da rahat.
Bu boş şeyler niyə çıxıb efirdə особенно bu cavanları belə necə deyim, mən ürəyim ağrıyır da. Çünki belə fikirləşirəm ki, sən istəməməkdən demirsən, sən bilməməkdən deyirsən. Sənin həyat təcrübən sıfırdır. Yəni sıfır bilirsən nədir? Yumru bir dairədir belə, sıfır. Ona görə də sən çıxışında başlayırsan, dil bilmək lazım, o birisi belə, mən Şvetsiyada yaşayıram, nə bilim, filan bəsməkan oldu, dil belə getdi, bostan belə getdi. Yəni 3 nəfər, 5 nəfər, 10 nəfərin bu videonu buraxmağı nə kimi məntiqə sığan bir şeydir. Biz həmən o millətik ki, yəni baryer, embargo nə idi? Bizi kənar ölkələr qoymurdu ki, biz gedək öz Qarabağımızı alaq. Biz öz torpağımızı qaytaraq. Biz öz şairlərimizi, qəhrəmanlarımızın, necə deyirlər, ana bacılarımızı, o qaçqın, köçkün olan ailələrin, şəhid olan oğlanların qanını yerdən götürmək üçün onun qaçqınları öz evlərinə qaytarmaq üçün biz 30 il səbr edib gedib oranı almışıq. Bizə dil lazım idi oranı almağa. Yoxsa biz nəsə belə deyə pis çıxmasın, o dil bizi tutmuşdu. Yox, bizə embargo o idi ki, əsas embargo. Xarici qüvvələr, Fransası, Rusiyası, nə bilim, Almaniyası, o birisi, bu birisi. Bu dili hər şeyə haqq hesaba, necə deyim, soxub nəsə demək lazım deyil. Dil bariyer deyil. Kim istəyir, qoy gəlsin. İmkanın var, şərait yarat. Məsləhət gör. Nə bilim, canım desin, yol göstər. Yoxsa ki, özün orada oturmuşsan, hər dəfədə TikTokda, hər dəfədə də YouTube'da görürəm ki, sən çıxırsan. Qardaş, özdə təzə-təzə çıxışlarla, təzə-təzə, nə bilim, video yazılarla. Boş şeydir. Valla boş şeydir. Kim deyir, nə deyir, mən də buradan deyirəm, hamıya. Baxan baxar, baxmayan da baxmayanlara desin. Daha doğru, baxanlar baxmayanlara söyləsin. Dil burada embargo deyil. Dil burada embargo olmuyor. Yəni barikada deyil. Kimsə səni burada o şeydən ayırmıyor ki, yox, sən məcbur, nə bilim, bilməsən sən iş tapa bilməyəcəksən. Demirəm, yaşaya bilmərsən. Yox, yəni dil bilmədən sən bu ölkədə işə layiq deyilsən. Yəni işə bağlana bilmərsən, iş görə bilmərsən. Yalan şeydir. Mən sənə deyirəm, yalan şeydir. Sən, yenə deyirəm, sən 5 ildir gəlmisən də. Qoy maksimum 10 il olsun. O birisi Şvetsiyada yaşayır, nə bilim, 7-8 ildir. Danışanda da bir normal danışmır ki, biləsən nə danışır. Adlarını da bilmirəm, elə belə də, nə bilim. Yəqin mənə baxanda biləcəklər ki, mən kimləri deyirəm. Birisi, nə bilim, yenə Polşadan. Qardaş, dil bilmək lazımdır, filan şey. Biri, nə bilim, Fransadan. Bu uşaq şeyləri nə tutmuşsunuz siz? Dil bilməyi, dil. Mən dil bilmirəm, hər yerdə də yaşayıram. 35 ildir, 32 ildir mən emiqrasiyada yaşayıram. Dil bilməyə. İndi plus minus da 32-35 il. Nə olur ki, mən qaşım elə deyil, ya bədənim belə deyil. Siz hər şeyi o dilə bağlayıb gəncləri yolunu kəs. Bəlkə o oğlan, o gənc bir ümidi o Avropadır. Gəlib orada nəsə bir maaş pul qazansın, 1000 manat, 2000, 3000, nə qədər də Allah verib qazansın. Ailəsi var, uşağı var, balası var, anası var, xəstəsi var. Qazanıb ora göndərsin və yaxud gələcəyini qursun, sonra uşaqlarını gətirsin. Nə olur ki? Burada nə var ki? Sizdə ürək dirək vermək yoxdur, sizdə ürək dirəyi sındırmaqdır. Özünüzü də elm işçiləri kimi aparırsınız, kolxozniksiniz, sama savoy. Mən onu görürəm də, yəni mən insana baxanda bilirəm onun bağırsağında nə gedir. Onun damarından nə axır. Yəni pis niyyətlə demirəm, yenə deyirəm, incimiyorum. Sizin olan şeylərinizi deyirəm. Amma, yox, dili bilməsən gəlmə, Auz bir zing belə getdi, nə bilim, Fransız dili belə getdi, Şved dili elə getdi, Avstriya gəlməyə, sən Avstriya dilini bilmirsənsə, burada nə gəzirsən? Mən Sloveniya getmişdim, bir neçə Azərbaycanı gördüm. And olsun Allah, soruşdum, qardaş,
Bəs nətər necə burada dil, bəs filan, bəs məkan. Deyir, bura 2-3 ildir burada yaşayıram. Dili də düzü bilirəm belə də. Başa salıram ki, nə var, nə yox. Ölür. Maaşda bir maaş deyil. Yazıq prosto necə deyim, bir ağ günə çıxır da, normal bir günə çıxır. Gəlib səhər 8-də işinə gəlir, axşam saat 5-də evinə gedir. Ailəsini də gətirir, uşağını da gətirib məktəbə də qoyur. Özü də nə bilim 1200-dür, 1500-dür maaş alır. Evrola da belə deyək. Siz tutmusunuz bütün günü, baxıram bu TikTokda, prosta ətim tökülür, ayıbdır, bizə yaraşmayan şeylərdir. Danışanda bəzi blogerlər, o yaxşı blogerlərə də deyirəm, elə onlara da necə deyərlər, baxaraq üzlərinə deyirəm ki, siz də bir reklam eləyəndə, bir abırlı bir şey reklam eləyəndə, dil bilmirsinizsə, xaricə gəlməyin, Avropaya. Niyə? Avropalılar nəyə yaxşıdır bizdən? Dili dilimizdən yaxşı, dini dinimizdən yaxşı, nə deyim, mədəniyyətimizdən yaxşı. Necə oldu? 30 il idi bizim qabağımıza embargo qoymuşlar, getdilər. Allah şəhidlərə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı, veteranlarımız olub, var indi də. Allah onların canını sağ eləsin. Ölənlərə də rəhmət. Necə oldu? O embargo dağıtdılar, getdilər. Aldılar da. Xankəndini də, Şuşanı da, Laçını da, Kəlbəcərini də, nə bilim, Ağdamını da, Füzulisini də, o birisini də, bu birisini də. Embargo buna deyirdilər, qardaş. O bəzi savadsızlara başa salıram ki, embargo budur. Yəni, sənə zapret qoyublar ki, sən bura eləyə bilmərsən. Amma biz görürsən 30 ildən sonra getdi, dil bilməyən oğlanlar getdi. Sözün məntiqi budur. Dil bilməyən oğlanlar, bir Azərbaycan ana sözünü, bir Allah sözünü bilən oğlanlar getdi və aldı. Və sənin kimi insanlara, necə deyərlər, dakazat elədi ki, qardaş, mən dil bilməyə Qarabağ almışam. Yəni, nətər ola bilər ki, mən dil bilməyə Avropaya gələ bilmərəm. Yəni, dil bilmirəm, gələ bilmərəm də, bu olmaz. Xahiş edirəm, biraz öz o danışıqlarınızı, çəkilişlərdə biraz düzəliş verin. Ayıbdır. Yəni, bizə yaraşmır. Biz Azərbaycanlıyıq. Biz müsəlmanıq. Mən burada başqa qeyri-müsəlman ölkənin oğlanlarını görürəm. Sən də görmüsən. 100% görmüsən. Amma bilmirəm niyə görə yadından çıxardırsan onu. Bir-birlərinə bir poddeşka verirlər, bir-birlərinə bir əl tuturlar. Bir, nə deyim o, poddeşka verirlər də, geçsin qabağı. Siz niyə istəmirsiniz? Gic-gic sıxırsınız orada, ağzınıza gələn danışılır. Sən şved dilini bilməsən burada yaşa. Buranın qanunları, nə qanunu var, qardaş? Başa sal, nə qanunu var ki, biz onu bilə bilmərik? Sən orada nə edirsən ki, belə dahi bir qanunlardan danışırsan, belə mükəmməl bir qanunlardan danışırsan. Mən gecə saat 2-nin yarısıdır, artıq 2-yə qalıb. Əsəbimdən bir TikTokda da görürəm, yenə danışır. Yenə danışırlar. Qutarın da bu söhbəti. Deməkdən ki, qardaş, gəl bura, mən öyrədərəm sənə dil. Nə var dil öyrətməyə ki? Burada oturma, orada otur. Buna deyirlər gəl, ona deyirlər get. Bu nə olan şeydir ki? Belə mənə çatmır. Mən indi bu hirsli deyiləm, yəni bu olandır deyirəm. Nə var onu deyirəm. Tikintidə burada oğlanlar var işləyir. Məndən də artıqdılar, səndən də artıqdılar. Ailəsi, uşağı da var. Kişi kimi alın tərinlə işləyir. 1500, 1200, 1700, nə bilim 2000-əcən də belə alırlar. Maşallah olsun, halal xoşlar olsun. Alın tərinlə qazanırlar. Dil də bilmirlər. Dil də bilmirlər. Sizin kimi tipa, siz tez çaşdınız da, belə deyək. Başa düşürsən? Söhbət bisavadlıqdan getmir. Söhbət nəyisə bir addım qabağı görüb ondan gedir. O da gələrsən, vəziyyətə çatar, o da qayıdıb orada bir yazış eləyər, video çəkər, deyər ki, gəlməyin bura. O deməz onu da.
O da mənim kimi deyə dedi. Dedi qardaş, mən də dil bilmirdim, gəldim bura. Burada da yavaş-yavaş öyrəndim. Nə olar ki? Hansı bir misalı çəkim ki, o dil orada belə də, nə bilim, dilsiz ölərsən. İndi 21-ci əsrdir qardaş. Ay blogerlər, ay o izvestni blogerlər adlarını çəkib pərt elətdirmək istəmirəm. Var, çox qəşəng blogerlərdir, belə yaxşı verilişləri var. Amma bu dil söhbətində mən onlara sıfır deyirəm. Bütün zəhmətləri də bəlkə heç elə o qədərdir. Deməkdən ki, qardaş, vəziyyət pisdir, nə bilim, dolanışıq yoxdur, imkanınız var, pajolsta, iş dəvətnaməsi alın, qardaş, gəlin, dili də burada yavaş-yavaş öyrənəcək. Bilirsən, biri var ki, necə deyim, bir dəfəlik o baltanı götürüb ağacın dibindən vurursan, belə deyək də. Başa düşürsən, belə olmaz. Bir balaca təmkinli, biraz ağılla, şuurla fikirləşib demək lazımdır ki, bu belə olar, bu belə olmaz, bu filan bəsmə ki. Bir, dil söhbətində heç biriniz düz deyilsiniz. Heç biriniz. İstəyir 40 il Avropada yaşayan olsun, gəlsin mənlə danışsın, mən ona həyatı başa salım. Başa salım ki, bilirsən, səni dil bura gətirməyib, qardaş. Səni kimsə gətirib, sən hansı pulusa vermisən, gəlmisən, hansı yollara, Allah yenə deyirəm, köməyin olsun. Lap yaxşı eləmisən, gəlmisən. Millətimiz nə qədər çox olsa, bir o qədər başımızın ucalığıdır. Amma belə, bu dildən tutursunuz ki, dil belə getdi, dil elə getdi. Nə dil, Alman dili nə dilidir? İngilis dili nə dilidir? Və yaxud Rus olsun. Və yaxud Fransız olsun, Avstriyec olsun, Danimarkadan olsun, Norveç olsun. O nə deməkdir? Dil bilmirsənsə gəlmə. Biri var ki, deyəsən, dil belədir də qardaş, şimdi biraz baza öyrən, gəlib burada da yola verərsən. Bununla razıyam sənlə. Amma bilmirsənsə gəlmə, ağız bir zing belə getdi, Norveç dili elə getdi. Heç bir dili də bizim dil kimi ola bilməz. Sən bugün yenə deyirəm də, sən 5 ildə oradasan da. Maksimum 10 il. Mən sənin yaşayışından görürəm, sənin özü aparmağından görürəm. Yəni, burada artıq söhbət eləmək istəmirəm. Ona görə gərək bir balaca ürək-dirək vermək lazımdır. Cavanlar məhv olub gedirlər. Uşaqlar, gənclər, heç kəs evlənmək istəmir. Nə bilim, ailələr dağılır bu pulun üstündə. Bu pul bir zəlidir də, bir infeksiyadır, düşüb xalqın canına. Sən deməkdən ki, qardaş, kimin imkanı var gəlsin, pajolsta, burada nəsə bir düzü qoşar, kömək eləyər. Elə burada mən millətlər görürəm ki, burada yazmışam da, spisik var. O oxusam, o tərəfdə dayanıb ətin tökülər. Afrikanın hansısa bir diyarından gəlib, nə bilim, Nepaldır, nədir, orada, Hindistandan, nə bilim, Aziyadan, Filipindən, Malayziyasından, İndoneziyasından, hardansa gəlib, dil bilməyə, avtobus, marşrut sürür. Avtobus bilirsiniz də, o Baku, Bastı nədir, elə avtobuslar. Tramvay burada işləyir, trolleybus işləyir. Hamısında immigrantlar sürür. Bir-iki olar tək-tük öz yeri, o da belə də indi yola verir, xala xətrin qalmaz. Heç biri də 40% ingilis dilini bilmir. Nə də öz yerli dillərini bilmirlər. Nə fransız dilini bilir, nə ingilis, nə alman, nə elə öz dillərini alə-malə deyə yola verirlər. Mən burada heç bir milləti necə deyirəm, şəkkə qoymaq istəmirəm, belə ələ salmaq istəmirəm. Yəni, olan şeyi deyirəm də, biz də burada dil bilməyəndə, kimdənsə münasibət eləyəndə görür ki, bu nəsə qırılıyır, yəni başa düşüləsi deyil. Bu bizim Azərbaycan millətində niyə belənciydi? Mən çatmır mənə. O daha birisi deyir ki, harada görürsən Azərbaycandan uzaq ol, filan ol. Niyə uzaq olursan? Çətindir, onu başa salmaq ki, avtobusa belə minirsən, bileti belə göstərirsən, 3 astanovkadan sonra o bir astanovka. Yəni, burada nə çətinmiş? Əsas fikrim bu videonun çəkilişi mənim odur ki,
o dil barəsində xahiş edirəm biraz danışanda fikir verin. Bəlkə yazdıq biletini alıb, baba aeroportdadır bu dəqiqə bir dənə o 30 saniyəlik sənin o videorolikə baxır, sən like qazanırsan. O isə ürəyi qırılır, bileti qaytarır, qorxur, mandraja düşür, gəlmir. Sən bilirsən də mən nədən? Psixologiki o podnastroyevini. Sənin o nastroykon, sənin o köklənmən, necə deyirlər, sənin o başa salmağın lazımsız bir şeydir. Nəysə, bunları qoyduq bir qırağa da. İndi sözümü dedim, indi baxan baxacaq, sonra orada söyləyəcək, neynəyəcək məni. Allah köməyi olsun. Mən olan şeyi deyirəm. Nə də mən sizin dalınızdan qaçan deyiləm, niyə söydüm mən. Bu dəqiqə 21-ci əsr. Sən birini söyərsə, mən də 5-ini söyərəm. Keçdik o biri məsələyə. Cavanlar kim gəlmək istəyir Avropaya? Mən deyirəm, mənim adım Süleymandır, qardaş. Mən Bakı şəhərində doğulmuşam. Özüm də Bakılıyam, əslan düzdür, ata-babamız rayon olub, indi böyümüşük, Bakılı mən. Belə deyək ki, kim gəlir, deyir ki, məsələn, mən Bakılıyam, mən falan, bəs məkan. Nəysə, Bakı kənd söhbətidir, yəni Bakıdanam, Bakıda doğulmuşam. Rus dilində yaxşı bilirəm, İngilis dilində yaxşı bilirəm. İndi şükür Allah, yavaş-yavaş fransız dilində başlamışam. Söhbət ondan getmir, dili bildiyim, mən yaxşıyam, pisəm. Mən üzümü tuturam gənclərə, deyirəm. Buradan da nəsiyyət kimi, bir böyük kimi. Belə görünüşümə baxmayın, mənim yaşım çoxdur. Lazımı qədər. Yəni kiməsə qulaq asıb, ay nə bilim, Avropaya nəfər gedim, ay nə bilim, necə olacaq, dil bilmir. Dil barəsində qorxunuz olmasın. Mən основной bu dil barəsində. Dil barəsində qorxunuz olmasın. Dil boş şeydir. Kim deyir, dil, abi o qardaş, vallahi onun dünyadan başı çıxmır. O tarix oxumayıb, o ədəbiyyat oxumayıb. Onun heç nədən xəbəri yoxdur. Elə belə də gəlib yavaş-yavaş o da öyrənib. İndi o yaxşı danışır fransız dilində, sən danışa bilmirsən. O yaxşı danışır ingilis dilində, sən bilmirsən. O yaxşı danışır alman dilində, sən bilmirsən. O mənada ki, təcrübə yoxdur. Belə misallar çoxdur. Mən həyat görmüşəm, həyatımdan da danışa bilərəm. O qədər misallar var ki. Yəni, gənclərə özümü tutub deyirəm buradan ki, qardaş, imkan varsa, əgər возможность varsa, qanuni şəkildə iş dəvətnaməsi, приглашение deyirsiniz, nə deyirsiniz, nə bilim, varsa qanuni şəkildə, yəni konsulluğa gedə bilərsən, cavab verə bilərsənsə, o собеседованиеdə də, yəni alıb o vizanı sən bura gələ bilərsənsə, amma sənin qabağında, gözün qabağında dil durubsa, sən düzgün fikirdə deyilsin. Sən yanlış fikirdəsən. Dili öyrənmək olar. Dil çətindir, amma olar. Yəni, bəzi misallar var, çəkmək istəmirəm də, belə pis çıxar biraz indi. Amma, yəni, tərəzi gözünə qoymaq istəmirəm. Prosto başa salmaq istəyirəm ki, öz fikrimi çatdırmaq istəyirəm. İndi 21-ci əsrdir, indi telefonda perivodçik var, indi ünsiyyət var, indi kim kimlənsə danışmağı var, filan, bəs məkan, dükana gedirsən, nə bilim, o birisi, bu birisi. Yəni, dili ürəyimizə vırıb qorxmuyor. Dil boş şeydir, dilsiz gəl, qardaş. Dilsiz gəl. Mən sənə 100% cavab verirəm ki, 6 aya sən o dili öyrənəcəksən. Küt-kütane, yəni ki, müəllim yanına da getməsən, kimin yanına da getməsən, elə işləyə-işləyə o işçilərin arasında İngilisin də, fransızın da, İtalyanın da, Almanın da, Şvedin də dilini öyrənəcəksən. Yəni, bunu sənə həyat məcbur eləyəcək. Deməyəcəksən salam aleykum, deyəcəksən hello, hi, yəni salam. Bu çətin bir şey deyil.
Yəni bu cəmaatı belə o deyirəm, yəni artıq o bəzi çıxışlar var video blogerlərdə ki, nə bilim, bu dil bilirsən, o birisi yox filan şey. Nədir, nə olub, nə dünyanın axırıdır, nə də Yuri Gagarin anam bətnindən çıxandan sonra Allah ona rəhmət eləsin, Yuri Gagarin o normal mujik idi. Ana bətnindən çıxandan sonra oturdu, uçdu raketlə kosmosa. Hə? Yoxsa nə bilim başqa bir qeyri bir alim, nəysə riyaziyyatçı, fizik elə ana bətninə olanda sırası riyaziyyatçı olub, yoxsa fizik olub. Və yaxud o misal var ya, Sovyetin misalıdır. Deyirlər ki, Kreml birdən-birə qurulmayıb ki. Yəni mən bu fikirlərlə razı deyiləm. Ona görə də cavanlara deyirəm, kim istəyir, kimin imkanı var, gəlsin. Vallahi gəlsin. Avropada iş də var, Avropada mehribanlıq da var, dostluq da var. Kim deyir yoxdur, onun özü biraz Ruslar deyir, zamknutudur. Ona görə dostum. Mənim o qədər dostlarım var ki, Avropada da, Rusiyada da, nə bilim filan, lüboy ölkədə. Harda istəsən, məndə dost tanış var. Yəni, belə öz dostu, iş düzəldən deyirlər. Onlar məndən işləyiblər, mən aşbazam. Özümün də çox böyük bir təcrübəm var, stajım var. 30 ildən çoxdur mən bu işlə məşğulam. Avropada nə işlər var? Hər yerdə, hər bir ölkədə tələb olunur. O hamı danışır, blogerlər birinci IT, həkim, müəllim filan bəs. Mən o təbəqənin insanı deyiləm. Mən sredni, orta təbəqənin adamıyam. Ona görə də ortadan deyəcəm. Avropaya lazımdır ən birinci sürücü, tikintidə işləməyi bacaran, qaynaqçı, aşbaz, tibb bacısı, medestra, dayə, uşaq dayəsi, qocaları saxlayan, bilmirəm ona nə deyirlər, o da dayəlik gedir, amma qocalar sürür. O da var, həkimlər, gözəllik salonu, ən xadavoy, yəni Azərbaycanda gözəllik salonu bir ayda, например, 5.000 qazanarsansa, Avropada bir ayda 10.000, 15.000 qazana bilərsən. Не сразу прямо da gələ, yox. Təcrübəli spesialistlər, bacaranlar, hansı ki bacarırlar, 3 aya hər hansı bir şəhərdə olacaqsa, işləyəcəksə, gözəllik salonundan, 3 aya bütün ölkə tanıya bilər onu. Bəli, Avropada mümkündür, Azərbaycanda mümkündür. Azərbaycanda olar, indi belə də müğənnilər şoda, falan, kimin dəlləyi başqadır, kimin manikür, pedikür var. Amma Avropada belə deyil, sadə adamlardır, hamı da gəlir, gedir. Yəni burada bizdə bacaran kimi, burada elə bir manikür, pedikür, yəni görürəm də mən bura. Bunlar çox sadə giyinirlər, sadə gəzirlər. Yəni bunlarda bizdəki kimi, nə bilim, Dolce Gabbana, nə bilim, Gucci, Mucci, belə şeylər yoxdur. Burada raznobrazidir. Yəni bir sözlə bu gözəllik salonu üçün gözəl bizneslər açmaq olar. Kim bacarırsa, pulu varsa, imkanı varsa, pajalista. Özdəki risksiz bir işdir bu. Onu mən 100% deyirəm ki, risksizdir. Yəni hər harda açsan, 3 aydan sonra səni bütün şəhər, ola bilər bütün ölkə tanıyarsan. Yəni Avropa ağlınıza gətirdiyiniz o belə, nə bilim, zırıltı bir ölkələr deyil. Avropanın bir-birlərinin arasında, nə bilim, 500, 600, 1200 belə kilometr məsafə var. Bu şəhərdən, bu ölkədən o ölkəyə getmək üçün 5 saat, 6 saat vaxt lazımdır. Ekspres oturursan, görürsən 6 saatdan sonra falan ölkədəsən. 5 saatdan sonra falan yerdə 4 saatdan. Yəni bunlar bir-birinə bağlıdır, yaxındır sərhəddən. Gələrsən özü burada yoxlayarsan, burada alınmaz, gedərsən
İtalya. İtalya'da alınmaz, gedərsən Almaniya. Yəni Schengen olandan sonra hər halda baş çıxartma olar. Aşpazlar. Aşpazlar kim gəlmək istəyir deyirəm. Siz yanvar, fevral ayından sonra başlayırsınız iş axtarmağa. Bu heç kəsə mənə heç kəs bunu öyrətməyib. Mən bunu öz həyat optularından görmüşəm. İndi də sizə deyirəm biləsiniz. Dil bildin, bilmədin. Yenə deyirəm, dil bildin, bilmədin, aşpaz. Gəlib işləyə bilərsən. Kimdə nəsə qaranlıqlı bir şey varsa, mən deyirəm ki, mümkündür. Dokumentalni, s normalnym оформлением. Hər şey olunur, hər şey. Dili bilirsən, bilmirsən filan bəsməkan. O dili öyrənəcəksən, sən məcbur olacaqsan o dili öyrənməyə bilirsən. İnsana suyu biraz 3 gündən bir ver, 2 gündən bir ver, istər-istəməz susuz deyirsən, axı istəyirsən qidalanasan, su istəyirsən. Və yaxud yemək, və yaxud paltarı dəyişmə, 5 gün, 10 gün istər-istəməz bunu dəyişməlisən də. Sən məcbursan hansısa təzə paltar geyinəsən. Suyu çox içmək istəyirsən. Dil də belə bir şeydir ki, yəni bu hava kimi bir şeydir. Bunu çətindir, bəli, asan deyil, amma mümkündür. 100% mümkündür. 100%. Kim deyir ki, ay filan bəsmək. Ay qardaş, mən elə misallar çəkə bilərəm, elə adamlar görmüşəm, özdə bir ölkədə yox, məsəl üçün Fransada, məsəl üçün İspaniyada, məsəl üçün Almaniyada, məsəl üçün Şvetsiyada, nə bilim Qallandiyasında, Niderland deyirsiniz, ara deyirsiniz, bilmirəm. Holland deyirsiniz, ara deyir. Yəni ki, dil əsas deyil. Əsas sənin əllərindir. Bir də baş. Yəni o mənada ki, əllərin bacarsın, başın da işləsin. Səndən hərəkət, məndən bərəkət. Allah bunu buyurur. Kim deyir, dili bilməsən yox, sən bunu nətər svarkalaya bilərsən o qaynaqçı. Qardaş, mən svarkalayıram da. Lazım deyil bu metr yarımı qaynaqçısı var. O qaynaqçı onu eləyir də. Onu bir dəfə göstərir. O da götürdü. Svarkaladı bir şey. Lap dillə də desə, kağız üzərində də yazsa o başa düşür də. Başa düşmədiyini o prorab, o brigadir, o načalnik çıx, onu başa salır da. Qardaş, mən bunu istəyirəm. Mən istəyirəm sən mənə bir dənə horizontalni, vertikalni, ili какой svarka var, onu elə yine. O sənə o dili bilməmədiyinə görə işdən qoyulamaz. Onu mən bilirəm deyirəm. Əgər sən gözəl sənətkarsan. Əsas sənətkar ol. Nəyə görə deyirəm? Əlləyin bir də başın olsun. Pis fikirlərlə gələcəksənsə, qazan vurub, nə bilim, nə vurub qazan dolduracam, aşacaq başım. Yox. Sən bu vaxtacan qazan vurub, qazan doldurmamsansa, bundan sonra biraz müəmmalı məsələdir də belə. Подозрительно. Как будет дальше. Amma yaşayış üçün, dolanışıq üçün, evə pul göndərməkdir, ailə saxlamaqdır, da mümkündür. 100% mümkündür. Birinci 3 ay çətin olacaq. Mən hər şeyi deyirəm, o mənanı, bu şeyləri deyib başa salıram. Məni başa salan olmayıb. Mən gənc vaxtlarımdan emigrasiyalarda olmuşam. Ona görə mən onu o vaxtlar elə 90-cı illərdə görmüşəm. Bilirəm ki, nədir. İndi deyirəm də, siz də biləsiniz. Yaxşı sənətkar lazımdır. Mən bunu bacarıram, yox. Sənətkar. Bax, bu sənət sözündə bloger çıxsaydı, desəydi ki, qardaşlar, Avropaya gözəl sənətkarlar lazım, gözəl qaynaqçı lazım, gözəl avtomobil mexaniki. O, çox qiymətli insandır. Gözəl parikmaxır lazımdır, gözəl bacarıqlı usta lazımdır, nə bilim, dırnaqları tutan, manikür, pedikür, nə deyirlər o qadınlar, bəli, sənəti bacaran, aşpaz lazımdır. Kebab eləmək yox, bir kebabla məsələ bitmir. Kim deyir, mən gedərəm orada belə olur. Onlar ya post-sovet ölkələrində, Litva kimi, Latviya, Estoniya, bəlkə buralarda, kakta, nə bilim, belə də. Amma Avropada, bunlarda bu mədəniyyət biraz başqa cürdür axı. Bunlarda tosterdir, bunlarda grill
mangallar grilli idi. Bəzi şeylərdir. Yəni nə bilim bu yəni şişlə mangal bitmir də. Bir məsələ bunda deyil. Ən azından Avropa yeməklərini bacarmalısan. Ən azından. Bu dolmadır, küftə bozbaşdır filan bəs mən bunu niyə görə aşpazlar üçün anlayış gətirirəm, bilsinlər. Bəziləri deyir ki, mən sənətkaram 30 ildir, 40 ildir. Allah canını sağ eləsin. Soruşursan, sual verəndə deyir mən onu bacarma. Görsəm öyrənərəm. Görsəm öyrənərəmə burada vaxt yoxdur da qardaşım. Görsəm öyrənərəmə vaxt yoxdur. Burada mətbəxə girdin, kuxnyaya girdin, uca eləməlisən. Çox olub, tanış deyiblər, ay Süleyman bizə bir iş, əvvəl imkan var idi, nə bilim də belə biraz kömək eləyirdim, kiməsə nəsə bir iş saatda belənçi. Sonra gördüm bir-iki dəfə podvadis elədilər, açığın deyirəm. Podvadis elədilər, mən də daha heç kəs heç nə axtarmıram, heç o barədə də fikirləşmirəm. Mən yenə deyirəm, nə menecerəm, nə işə düzəldən adam deyiləm. Amma məsləhətim dəyərli məsləhətdir və 100% işləyən məsləhətdir. Sənəti bacaran. Mən 6 ay ev ustası olmuşam, gəlin burada yox, elə deyil. Sən ev ustası olmalısan Avropa standartlarına uyğun. Sən aşpaz olmalısan, ən azından bir 15-20 yemək bilməlisən. Avropa yeməyi. Yeməyi bilməkdən səvaya da yenə deyirəm, bu aşpazlar üçün. Yeməyi bilməkdən də səvaya, bunun tərkibinə nə gedir, onları da çalışın, öyrənin, işlədikcə. O cavan, indi mən bir kontent yaradacam, aşpazlıq kontentləri. Kontenti, yəni videosu, onu yaratmalıyam. Bunu mən belə, necə deyirlər, əsəb məni boğdu. İşdən gəlirəm, yolda, maşında qulaq asıram, belə gəlirəm, görürəm ki, bu nə danışır ha kişi? Bu yenə o dildən danışır ki, dili bilmirsənsə gəlmə. Niyə gəlməsin? Mənlə elələri işləyir ki, heç soruşsam bəlkə atasının, anasının adını bilmir, nətərdir. Nətər işləyir bu mənlə? Necə işləyir bu mənlə? Görürəm işləyir də, nətər işləyir? Deyirsən, mənə filan şey gətir, gedir, gətirir. Deyirsən, filan şey kəs doğra, kəsib doğru deyir. Yəni, budur da sistemdə. Bu nətər? Görürəm, amma qırılır, ara bir gəlir, rusca mənə söz atır, nə bilim. Mən bir-iki dəfə Azərbaycanca öz-özümə belə çıtma vırıb nəsə deyəndə eşidib də, ay can, belə, ay can deyir. Yəni, bu indus, bu Nepaldan gəlmiş, bu nətər olur, necə olur ki, bilir. Bu Azərbaycanlı deyil, Rus da deyil, İngilis də deyil. Bunların dilləri də başqa, dinləri də başqa. Yəni, bu şeydən, bu məsələdən o biri məsələyə deməyimdir ki, qardaşlar, imkan varsa gəlin, dəvətnamə. Dəvətnaməsiz turistik vizayla gəldim, mən burada neyinim, o pozisiyalar vardı, əvvəllər gəldim, emigrant, turist kimi pasportu getdim, şikayət elədim, mən oraya getmək istəmirəm, qayıtmaq istəmirəm. O şeylər, yəni qaçqın kimi getmir. Çünki Avropa bu saat partlayır. Bu şey düzdür. Avropa partlayır, emigrasiya bu saat hər yerdə bağlanıb. Yəni o əvvəllər qaçıb gəlirlər Siriyadan, Ərəbistandan, Afrikadan. Onları da yavaş-yavaş çıxardırlar. Yəni Ukrayna müharibəsi hər şeyi dəyişdi, bütün proses dəyişdi. Əvvəl bir Afrikanlar idi, bir Ərəblər idi, bir nə bilim Hinduslar idi, o birisidir, bu birisidir. İndi kötüyündən hər şey dəyişib. Artıq o siyasət getmir. Sən nə bilim kimsən, kimçi deyilsən, yox. İndi sadəcə hamı baxır kim nəyi bacarır. Yaxşı rəssamlar olar, incəsənət, o yəni o aydın məsələdir, incəsənət. Bu işçiləri yaxşı, muzikantlar, musiqiçiləri yaxşı götürürlər. O gərək nəyisə bacarasan. Aşpazlar üçün mən ayrı bir video, bir kanal açacağım və yaxud ola bilər bu kontentdən sonra bu video
buraxılışdan sonra aşpazlarla güclü məşğul olacağam. Çünki bizim aşpazlar dünyada güclü aşpazlardır. Dünyada mən bunu görmüşəm. Mən İtalyanla da işləmişəm. Amerikanla da, nə bilim, fransızla da, kimlə işləməmişəm də, belə deyək, şef povurlarla, daha belə aşpaz. Aşpazları belə. Bizim millətin əlində olan o duz, bərəkət, yəni o tam heç bir bunlarda yoxdur. Sadəcə olaraq biraz çalışmaq lazımdır, əziyyət çəkmək və öyrənmək lazım. Vallahi. Biraz əziyyət çəksəniz, heç bir bariyer, embargo ola bilməz. Bacardığın işlə gəl, bax. Denən mən çəkməciyəm. Gəl dokazat elə ki, sən çəkməcisən, qardaş, sənin burada iş var. Vallahi var. Denən mən tikinti işçisiyəm. Gəl burada göstər ki, sən bənnasan da, daş qoyansan. Qardaş, burada iş var. Heç bir sənətin yoxdursa, ruslar deyir, nakraynak. Axırıncı yer. Heç bir nəysə bacarmırsansa, cavansansa, yəni 23-dən 30-a kimi şans var ki, gəlib burada nəsə öyrənəsən. Yenə də dilsiz də öyrənərsən. Yəni dil bilmədən, yəni alman dilini bilmə, sən Almaniyada işləyə bilərsən. Mən sənə deyirəm. Amma sənətin olsun ki, sən bura işlə gəlmisən. Yəni turistik gəldim, qaldım. Elə şey yox, turistik gələn bu dəqiqə 250-280 Azərbaycanlı vətəndaşını da qaytarırlar Almaniya. İndi eşidərsiniz də, yəqin baxırsınız xəbərlər. Polşada həmçinin, Avstriyada həmçinin. Yəni sənəd yoxdursa, o mənada ki, iş sənədindən danışırım. Dəvətnamən yoxdursa, sən gəlmirsən hansı yollansa, turistik yolla burada özünə sığıntı tapmışsan ya falan, tapmaq istəyir. Yəni burada sığıntı tapmaq belə asan şey deyil. İndi mən bu dillə deyirəm. Çox çətindir, proses də uzanır. İndi neçəsini dala qaytarırlar. Belə şeylər var da. Yəni bu anlaşılmaz bir vəziyyətə düşməyəsən, deyir. Ata minmək bir ayıb, atdan düşmək bir ayıb, belə bir misal var. Sənət əlinlə göstərginən ki, və yaxud biliyinlə göstərgin ki, sən matematiksən, sən kimyaçısan, sən fiziksən. Əlinlə göstər ki, sən qaynaqçısan, sən aşpazsan, sən çəkməçisən. Sürücülər, qardaşlar, sürücü burada partladır prosto. Nə mənada partladır? Yəni iş barəsində, işin çoxluğundan. Almaniyada bu dəqiqə işçi qüvvə sürücülükdən çox azdır. İrlandiyada vəbşi. Başa düşürsünüz? Polşada, yəni belə deyim də, bax biz Azərbaycandan gəlirik Polşaya və ya Fransa, Almaniya. O almanlar, polyaklar da oradan gedirlər başqa bir ölkəyə, hardakı daha yaxşı iş var, daha pullu iş. Yəni bu mərtəbə gedəndir. Biz oradan bura gəlirik, buranın cəmaatı buradan gedir. İndi həm də biraz demografiya gedir də bu ölkələrdə, Avropada. Yəni gənclər yoxdur, hamısı Amerikada, Avstraliyada, Böyük Britaniyada, Angliyada, nə bilim orada, burada, harda yaşayış yaxşıdır, ora gediblər. Qalıb qocalar, işçi qüvvəsi yoxdur, iş potensialı, belə deyək də, iş barəsində ölüb. Başa düşdün, bunu dirçəltmək lazımdır. Yaşlılar da artıq pensiya çıxıblar, onların da öz pensiyaya güc yoxdur. Bir sözlə onu demək istəyirəm ki, hamınıza uğurlar, kiməsə qulaq asıb, sözümün axırında bunu deyim, rahat gedim yatım, mənim ürəyim partladı. Kimsə ay dil bilmədin gəlmə, ay dil bilməsən belədir, ay yalan şeydir, boş şeydir. Yalan deyil, amma boş şeydir. Yəni başa düşdünüz mən nə demək? Yalan deyil, amma boş şeydir. O düz deyir, amma boş söhbət edir. Yəni o mənada boş söhbət edir ki, mən heç kəsi buradan, yenə deyirəm, təhqir eləmirəm, nəsə, nə istəyir çəksin. Prosta mən baxdım, bir 15 gündür bu şeyləri görürəm. Görürəm, irgənc gəlir də. Deyirəm, bu nə qayırdır? Bəlkə elə biri yazıq, bileti alıb elə bu dəqiqə aeroportdadır,
Tarank sənin video baxdı, ay mən nağaracam. Yox, gedim bileti qaytarım. Başırsan bu bir. Canım desin sənə, küllü aləm, bütün müsəlmanlar həccə gedirlər Ərəbistana. İnandırım sizə ki, nə bilim, bəlkə də səhv eləyirəm, yanlışdır. 80% ərəb dilini bilmir. Bilmir də. Məsələn, o ərəblər deyir ki, buradan düzülün, bura gedin. Sağ çiyindən, sol çiyindən, nə bilim, filan belə. Kim nə bilir orada? Güya onlar hamısı ərəb dilini bilir. Bizim Azərbaycanlılar gedirlər həccə. Allah ziyarətlərini qəbul eləsin. Allah olmayanlara qismət eləsin. Onlar hamı ərəb dilində bilirlər. Və özbəyi, ya nə bilim, kirgizi, ya kazaxı, ya nə bilim, o birsisi, bu birsisi. Heç biri də bilmir də. Gedirlər, işarə eləyirlər ki, belə getməyin, belə gedin. Su buradadır, yemək oradadır, belə də işarə ilə bildirirlər. İş prosesi də belədir, yəni dil bilməmək üçün, bilməyənlər üçün. Mən də, necə deyim, mükəmməl belə, super İngilis dilini bilmirəm, amma danışıram, anladıram, nə istədiyimi bilirəm, o birisi, bu birisi, filan bəs. Yəni, bu da məndə yavaş-yavaş gəlib. İndi cavanlar biraz tez götürmək var da, bu maşallah olsun. Allah hamısını saxlasın, Allah hamısını qorusun. Allah cavanlarımızı xoşbəxt eləsin, bir daha müharibə görməsin. İndi cavanlarda var da tez götürmək. Bilirəm ki, öyrənmək də asandır. Belə, dili kim nə deyir desin, dil yenə deyirəm. Dil burada elə bir bariyer deyil. Vallahi. Öyrənmək olar. Əziyyət çəkərsən, öyrənərsən. Demirəm, həccə gedirlər. Kim nə bilir, kim nə? Əllə işarə edirlər ki, belə gedin. Hamı belə getdi. Nə bilim, fırlandılar, neçə quruq elədilər. Ziyarətlərini elədilər, nəzirlərini qoydular, nə bilim, filan bəs məkan, qurbanların kəsdilər, çıxdılar, gəldilər bəli. Təzən avtobus oturdular, oradan da gəldilər Bakıya, Azərbaycana. Bu dil bilən isə, yəni bu yazıq dil biləndirsə, elə, necə deyim, oturar Azərbaycanda olar bir şirkətin Alman dilində, bu saat maşallah Azərbaycanda doludur dil bilmək, yəni perivodçik, o birisi, bu birisi, tikilir də, tikilişlər var, filan bəsmək. Bu qədər. Hamıya uğurlar, blogerlər də məndən inciməsin, olan şeyi deyirəm. Biraz rəhimli olun, hamını incitməyin, hamını küstürməyin. Yəni, hamının bir qismət qazancı var, gəlib burada 5 manat, 10 manat evinə, ailəsinə göndərmək. Siz də onun iradəsini sındırırsınız, qırırsınız. Ay, nə bilim, belə olacaq, ay, nə bilim, elə ola, dil bilməsən, qovacaqlar, döyəcəklər, heç kəsə söymür, döymür, nə danışırsan, kişi? Nə danışırsan? Sovetin vaxtından mən qulluq eləmişəm. Uçevkada olmuşuq, Morskoy flot da, Ostrov Kronstadt. Leningradın qırağında, Leningradskı olmuşdu. Adadır Kronstadt. Orada 6 ay uçevkada olmuşuq. 157 nəfərdən bəlkə də bir 9 nəfəri rusca bilirdi. Buradan getmişdi, yəni oradan Azərbaycandan getmişdi. Hamı bilmirdi ki. Biz hamımız perivodçik işləyirdik. 5000 məktəbdə kursant var idi. Çekkada. Onun bir 1000 nəfəri deyim, 1500-ü, 2000-i Rus, Ukrayna, Belarus idisə, məsəl üçün də Rusiyanın, özbəklər, qazaxlar, türkmənlər, hamısının dilini mən perevod edirdim. Mənim kimi oğlanlar, Rus dili bilənlər. Biz türkmən dili bilirdik, elə tutuşdururduq ki, bu bunu demək istəyir. Yəni, türk dillilər də, türk dillilər, biz o cümləni tamamlayıb başa salırdıq. Nə olurdu, nə olmurdu ki? Siz elə deyirsiniz ki, dil bilməyən Azərbaycanlı oğlanlar 3 il atomlu podvodlu lotkada qulluq eləyiblər. 6 ay uçevka oxuyublar. Bilirsiniz nə demək istəyirəm? Atomlu podvodlu lotka. Sualtı qayıq deyirik. Atomlu. Bütün texniki dillərdə bu belə gedir, o elə gedir, filan, hamısı kompüterləşdirilmiş. Mən danışıram 89, 90-cı il, 91, 92 o vaxtlarda. Rayon uşaqları, şəhər uşaqları fərq eləməzdi. Hamısı da rus dilində öyrəndi uçevkada, 6 ay ərzində. Hamısı da gözəl qulluq elədi.
adlarına layiq, özlərinə layiq Dostoyevlə getdilər. Dənizdə gördülər, okeanda gördülər. Nə bilim, dənizin altında da qulluq elədilər. Bilmirdilər də rus dilini. Hardan bilsinlər yazılar? İndi artıq hər şeyi bilirdilər 6 aydan sonra. Ona görə deməyim odur ki, o boş-boş şeylərə fikir söyləməyə dəyməz. Kim nə deyir, özü üçün deyir. Allah köməyiniz olsun. Allah amanında. Blogerlərimiz də sizi çox incitmirəm. Amma bir söz deyim ki, çalışın biraz vətənpərvər olun. Vətəndən küsüb qaçmıyor. Mən bilirəm nə deyirəm. Vətəndən küsüb qaçmıyor. Küsüb qaçmısansa, harca blogersənsə, elə bilirsən o deyir, dəvə quşu başını soxur torpağa, quyruğundan xəbəri olmur. O şeylər olmasın, bizə yaraşmır. Dinini də dəyiş, dinini. Olma müsəlman. Ol günə nə bilim bir Yahudi, Hristiyan olub, onlar da insandırlar da, söhbət yox. Amma biz müsəlmanıq da, bizim Allahımız var. Çalışın biraz diqqətli olun. Ürəkdirək verin gənclərimizə, cavanlarımıza. Boş-boş şeylər çəkməyin, nə bilim. Avtobus belə getdi, avtobus ya. Əgər sən nəsə çəkmək istəyirsənsə, belə pis çıxmasın, adva layiq nəsə çək. Bacardığın qədər. Elə sadəliklə, lazım deyil nəsə bir başqa şey fikirləşmək. Başqa şey fikirləşməyə dəyməz. Prosta deyən ki, qardaş, çətindir də, hə, dil belədir, bu dil bilmək lazımdır. Yoxsa gəlmə, dil bilmirsənsə məsləhət görmürəm. Niyə məsləhət görmürsən, qardaşım? Niyə? Bəs sən orada nə qayırırsan? Sən bilirsən də dili. Rus demişəm, bud dobro gələndə örgət də. Niyə örgətmirsən? Görürsən, suallar çoxdur. Nizami Gəncəvi o vaxtlarım Azərbaycan dili olmayıb da, ərəbcə yazıb. Amma biz görürsən, məktəb oxuya-oxuya onun nəsə tərcümə eləyənlər olub, gəlib çatmışıq o şeyə ki, Azərbaycan lüğətindən yazıb, biz də öyrənmişik. Azərbaycanlıdır da, Füzuli, Məhəmməd Füzuli həmçinin. Xəqanisi olsun, o birisi olsun, Mirzə Ələkbər Sabir lap 19-cu, 20-ci əsrin əvvəli, 19-cu axırda Mirzə Ələkbər güya Latın dilində yazıb, o da ərəb dilində yazıb. Məsələlər, misallar çoxdur. Prosta siz istəyirsiniz nəsə bir yaxşı bir kontent çəkəsiniz. Mən də heç yaxşı kontent çəkəm. Mən birinci dəfədir, Allah hamd olsun, bura girmişəm. İndi bəlkə burada söyüşün biri bir köpük olacaq. Söz yox. İstəyən də olacaq, istəməyən də olacaq. Allah hamımızın köməyi olsun. Allah sizdən razı olsun. Deyir, özümə nə arzulayıramsa sizə də onu arzulayıram. Hamını bağrıma basıram. Cavanlar, qorxmayın. Qorxmayın. Hər yerdə sizə iş var. Hər yerdə. Məktəb oxumaq var. Oxfordundan belə, yəni var da bu. Mümkündür. Bal yığdın, yığmadın, gəldin burada çalışdın, yığdın, burada qəbul oldun. Var. Əsas odur ki, düzgün yaşayasan. Yəni, düzgün o mənada ki, saf, sağlam fikirlərlə. Dil öyrənmək, qardaş, bacıoğlu, nə bilim, əmi qızı, öyrənərsən burada, problem deyil. Əllərin qızıl olsun, ağlın saf olsun, beynin saf olsun. Pis-pis şeyləri atın. Mən gedirəm Avropaya, işləyəcəm, pul qazanacam, yaradacam, yaşadacam və yaşayacam. Və bu şeyləri qabağıma qoy, Rus demişəm, period. Sağ olun, hamıya uğurlar arzulayıram. İnşallah aşpazlar üçün növbəti çıxış eləyəcəm. Bu aşpazlar çox gözəl insanlardır. Özümü tərifləmirəm. Ümumiyyətlə. Prosta bəzi qaranlıqlı məqamlar var bu Azərbaycandan gələn aşpazlar üçün. Mən istəyəcəm onlar üçün nəsə bir video çəkiliş eləyim. Allahın köməkliyi ilə.